yeni nəsillərə ötürülməsi üçün Azərbaycan dilinin həm siyasi və hüquqi baxımdan gücləndirilməsi, həmçinin akademik, intellektual baxımdan gücləndirilməsi lazımdır ki, deməli, Azərbaycan, çünki sadəcə tək başa deyək ki, sizin zəfər qazanmağınız kifayət deyil. O sahədə deyək ki, tarih, siyasət, ədəbiyyat kitabları yazmalısınız. Bu isə nəyin vasitəsilə olmalıdır? Dil məsələsi. Çünki məşhur Alman filosof Heideggerin dediyi ki, dil mənim dünyamdır. Yəni, bir xalq çərçivəsində də düşünsəniz, yəni, bizim də dünyanın sahibləri əsas etibarı Azərbaycan dilidir və oradan başlayır bütün digər və milli şüurun formalaşması. Milli şüur nə deməkdir? Məşhur İngilis tədqiqatçısı deyir ki, milli kimlik o deməkdir ki, bir ölkənin sərhədləri daxilində, bəlkə də sərhədlərin xaricində, amma eyni ölkənin vətəndaşları fiziki olaraq bir-birlərini görməyən, amma xeyir və şərdə eyni düşünən bilən insanlar deməkdir, əslində milli kimlik, millət bu deməkdir. Və bu nədən vasitəsində mümkündür? Məsəl üçün, deyək, necə ki, biz Xocalı soyqırımı baş verəndə Azərbaycan dili, Azərbaycan vətəndaşları, Azərbaycan insanları Azərbaycan dilində başa düşdüyümüz üçün birimiz Lənkəranda, birimiz Qubada, birimiz Gəncədə, birimiz Naxçıvanda yaşamağımıza baxmayaraq, o aldığımız mətbuatdan, məlumatla eyni hiss yaşamışdıqsa, eyni şəkildə, məsəl üçün, Şuşa işğaldan azad olunanda, məsəl üçün, mən Türkiyədən Gəncə müdafiə etmişdim və prezidentin Şəhidlər Fərmanındakı məşhur çıxışından sonra mən bunu Azərbaycanda yazmışdım, yəni Azərbaycana geri qayıtmaq qərarı. Sizlə fiziki olaraq eyni ölkədə deyildik, amma eyni dilin daşıyıcısı olduğumuza görə və məkan da eyni məkan, bizim məkanımız olduğuna görə mən başqa ölkədə olsaq da bizim məkan buradır. Və biz bu məkanın şüurumuzda bir dil vasitəsilə, eyni dil vasitəsilə qavrayırıq və hamımıza eyni təsir etmişdir. Və o gün Bakıda və dünyanın arasında olan Azərbaycanlar, mən Türkiyədə yaşadığım ilk Azərbaycan bayrağı asmışdım və s. Bu milli kimlik deməkdir və bu dil vasitəsilə milli şüurun formalaşması demək ki, olunur. Və ona görə də ana dilinin strateji rolu prezident yenə İlham Əliyevin zəfərdən sonra Şuşada hər işlər